Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin və ali Muhammed və accil vəlikəl fərəc. Esselamu aleykum və rəhmətullah. Allah təbarəkə və təalanın izni ilə etiqadımız mövzusunda qısa səs yazılarından ibarət dərslərə başlayırıq və bu dərslərimizi biz müxtəlif kitablardan və o kitabların müxtəlif hissələrindən inşallah qısa-qısa keçəcəyik və hər dərsimizdə o dərsi hansı kitabdan keçdiyimizi və onun müəllifini adını qeyd eləyəcəyik inşallah. İlk dərslərimiz təbii ki, tövhid bəhsləri ilə bağlıdır və ilk mövzumuz Allah təbarəkə və təala barəsində olan etiqadımızın çox qısa şəkildə izahı. Və bu dərsimizi biz Əl-Muxtəsər fil-Əqaid kitabından keçirik və onun müəllifi Əş-Şeyx Nəzzar Əl-Qətifidir. Həmin kitabın 11-ci səhifəsini oxuyuruq. 11-ci səhifədə müəllif qeyd eləyir: Əqidətuna fillahi ta'ala. Allah təbarəkə və təala barəsində olan etiqadımız. Na'təqidu bi ennəlləhə ta'ala vahidun əhəd. Biz şiyələr etiqad eləyirik, hansı ki bu etiqadımızı Peyğəmbər və onun əhl-i beytindən sallallahu aleyhim əcməin öyrənmişik. Onlardan öyrəndiklərimizə əsasən belə etiqad eləyirik ki, Allah təbarəkə və təala vahiddir, təkdir. Leysə kəmislihi şey. Ona bənzər heç bir şey yoxdur. Qadimun, əzəliyyun, əbədi. Qədimdir, əzəlidir, bir başlanğıc nöqtəsi yoxdur. Əbədidir, bir son nöqtəsi yoxdur. Və bu başlanğıc nöqtəsinin olmamasını və son nöqtəsinin olmamasını zaman çərçivəsində qəsd etmirik. Huvəl əvvəl vəl-axir. O əvvəldir, axırdır. Nəinki zaman baxımından əvvəldir, nəinki zaman baxımından axırdır. Düşünə biləcəyimiz hər nə qədər əvvəliyyət varsa, Allah təbarəkə və təala ondan əvvəldir. Düşünə biləcəyimiz hər nə qədər axır varsa, Allah təbarəkə və təala ondan axırdır, zamanın fövqündə. Alimun, həkimun, adilun. Allah təala hər şeyi biləndir, hikmət sahibidir, ədalət sahibidir. Həyyun, qadirun, ğaniyyun. Allah Teala həyat sahibidir, diridir, sonsuz qüdrət sahibidir, ehtiyatsızdır. Ondan başqa hər bir şey ona ehtiyaclıdır. Səmi'un bəsir. Biz etiqad edirik ki, Allah təbarəkə və təala eşidəndir, amma hər hansı bir vasitə ilə yox. Görəndir, amma hər hansı bir vasitə ilə, üzvlə yox. Və la yusəf bimə tusəf bihil məxluqat. Biz belə etiqad edirik ki, məxluqatın sifətləndiyi sifətlərlə Allah təbarəkə və təala sifətlənməz. Fəleysə huvə bi cismin və la surə. Odur ki, Allah təbarəkə və təala nə bir cisimdir, nə də bir surət. Allah təalanın bir forması, bir ölçüsü yoxdur. Və leysə ləhu siqlun əv xiffə. Allahın bir ağırlığı, yüngüllüyü, bir çəkisi yoxdur. Və la hərəkə əv sükun. Nə hərəkət var, onun üçün nə də bir sükunət. Biz Allah təbarəkə və təala barəsində bir hərəkətə etiqad eləmirik ki, Allah təala məsələn dünyanın səmasına enir. Və la məkan və la zaman. Allah təbarəkə və təalaya məkan və zaman nisbəti vermirik. Biz etiqad edirik ki, Allahın nə məkana, nə zamana ehtiyacı var və Allah təbarəkə və təala məkan və zamandan münezzəhdir. Nəinki Allah ərşdə qərar tutubdur. Nəinki Allah zamana tabidir. Zaman Allahın üzərində cərəyan eləyir. Xeyr, bizim Peyğəmbər və əhl-i beytdən öyrəndiklərimiz bunu deyir ki, Allah Teala nə məkana ehtiyacı var, nə də zaman onun üzərində cərəyan eləyər. Məkanı da, zamanı da yaradan Allah təbarəkə və təaladır. Və la yuşaru ileyh. Ona işarə olunmaz. Çünki onun bir cəhəti, bir yeri yoxdur ki, ona işarə olunsun. Ona işarə olunmaz ki, Allah göydədir. Əlimizi göyə göstərək deyək, Allah göydədir. Allah təbarəkə və təalaya işarə olunmaz. Çünki onun bir cəhəti yoxdur. Kəmə la niddə ləhu. Necə ki, onun bir tayı yoxdur. Və la şibhə. Bir bənzəri yoxdur. Və la ziddə. Bir ziddi yoxdur. Və la sahibə ləhu. Və la vələd. Onun nə bir ziddi var, nə bir rəqibi var, nə zövcəsi var, nə də bir övladı. Nə doğmayıb, nə də doğulmayıb. Və la şərik. Heç bir şəriki yoxdur, heç bir cəhətdən.
Nə zatda şəriki var, nə uluhiyyətdə şəriki var, məbud olmasında şəriki var, nə xaliqiyyətində şəriki var, nə rububiyyətində şəriki var. Heç bir cəhətdən Allah təbarəqə və təalanın şəriki yoxdur. وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ. Ona tay ola biləcək heç bir kəs yoxdur. لَا تُدْرِكُهُ الْأَبْصَارُ. Gözlər onu dərk etməz. وَهُوَ يُدْرِكُ الْأَبْصَارُ. Amma o gözləri dərk eləyər. Gözlər, yəni gözlər onu görməz. Biz etiqad edirik ki, Allah təbarəqə və təala cisim deyil, məkana sahib deyil, cəhətə sahib deyil ki, gözlər onu görə bilsin. Necə ki, göz gördüyünü təsəvvür eləyər. Görülmə, təsəvvür olunma, bütün bunlar hamısı nöqsanlı, ehtiyaclı olan məxluqata xas xüsusiyyətlərdir və Peyğəmbər və əhl-i beytindən öyrəndiklərimizə əsasən sallallahu aleyhim əcməin Allah təbarəqə və təala bu cür məxluqat sifətlərindən münezzəh bir müqəddəs zatdır. Subhanahu və təala. Bugünkü dərsimiz bu qədər. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Vəsselamu aleykum və rahmetullah.